Əgər bu sozla airfryerdə və yaxud da sobada ləzzətinə, dadına doyulmaz lokum kimi kabab dadında qanadlar hazırlamaq istəyirsinizsə, mütləq bu videoya sona qədər baxın. Məncə elə indidən qaydedin. Qanadlarımızı iki hissəyə ayırırıq, lazım olmayan tüklərdən təmizləyirik. Belə kəsiklər atırıq, süzgəcin içərisində başlayırıq bu qanadları yumağa. Yuyub qurutduqdan sonra ədviyyatlara əlavə edirik. Duz, istiot, paprika, qırmızı toz biber, sarı kök, sarımsaq, bir ədəd limonun suyunu əlavə edirik. Varsa barbekü sos, yoxdursa naşərab, tomat pastası, ketçup və duru yağı əlavə edirik. Bunu bir gözəl qarışdırırıq. Azı 15 dəqiqə bu sozun içərisində qalmalıdır. Yeni mətbəximə köçəndə bütün əşyalarımı dəyişmişdim. Özümə yeni airfryer də almışdım Emsandan. Bu gün elə o airfryeri test etmə günüdür. Çox yüngüldür, daşına biləndir, minimaldır. Bir o qədər də çox güclüdür, çox gözəl bişirir istənilən yeməkləri. Onu da nəzərdə çatdırım ki, heç qabı yağlamağa ehtiyac yoxdur, çünki yapışmır. 190 dərəcəli istilikdə 20-21 dəqiqə belə bişirdim. Nar kimi qızardı. Lokum kimi pambıq oldu, qoxusu hər tərəfə bürüdü, sanki kabab hazırlayırmış kimi. Mən də belə süfrəyə servis etdim, həm mədəmiz bayram etdi, həm də gözümüz. Gəlin bunun nə qədər yumuşaq və lokum kimi olduğunu test edək. Sümüyündən elə toxunduğunuz an belə parçalanır. Bu qədər nuş olsun, göz haqqınızı halal edin, videonu bəyənib sevdiklərinizlə bölüşməyi unutmayın. Hələlik.